gözümü açdılar. 3 nəfər meyid uzatdılar, öldürüblər işgəncə verə-verə. Dedi, bax, danışmasan, boyun almasan, bunlar kimi olasın, öldürəcək hamınızı. Danışan canı qutaracaq, danışmasan, işgəncə verə-verə, bax, bunlar kimi meydin olacaq burada. Nə vəziyyətdə? Ölmüşdülər, cansız bədənləri idi, lümbələnlüd. Bizə də göstərirlər ki, belə, bədəndə də... Xəsarət var idi. Bəli, çox xəsarət var idi. Bədəndə salamat yeri yox idi. Elə vəziyyətdə ölmüşdü. Apardılar bizi, başladılar 2-2, 300 otağa salırlar, işgəncə verirlər bizi. Hamımızı oturduqlar orada. Bizim yanımızda, nə bilim, 3 nəfər bir yerdə işgəncə verir, 3 nəfər bir yerdə bağırırlar. Asırlar turnikdan, belə-belə hamımız yerlər. Adam istəyir ki, bağırmaları eşidirəm məsələsində. İndi məndən qabaq kimlərsə salırlar içəri. Bağırtılarını eşidirəm. İstəyirəm ki, aparsınlar, ya qaçım özümü öldürüm, ya da birinci Allah eləsin mənə aparsınlar, işgəncə versinlər ki. Yəni, bu qədər vahim məni görəndən sonra adam ürək partlayıb ölər, nə xəsarət var, bilmirəm, nə nətər olar da. İstəyirəm ki, birinci, tez öləm canım qutara da, bu boyda bağırtını eşidim. O bağırtıdan zaten nə qədər adam olardı, o səslərdən nə qədər? Hələ birinci biz gedəndə adam o qədər çox deyildi. Harca bir 60 nəfər zat bizlə bərabər. Hələ biz əvvəl getmişdik də, ayın 8 günü zadı təzə ora istifadəyə verilibdi, onda 60 nəfər zat. Elə bir başqa briqadalardan da yığırlar, hamını gətirirlər bura. İşgəncə yeri kimi hələ təzə istifadəyə verilir. Hə. Bağırtılardan baxıram ki, elə 60 nəfər zat olar, apardılar bir-bir bizi bağışladılar, rezil şlak var, onunla döyməyə, rezil şlakla. Sonra tok verirdilər adama. Tok zat verirdilər. 2-3 dəfə kuşumu itirdim mən. Nə bilim, orada yıxıldım yerə. Orada yıxıldım yerə 2-3 dəfə. Kuşumu itirdim. Nə bilim, təsəvvür eləyə bilmirəm də, danışa bilmirəm yəni. Nə olubdu, qardaş? Burada artıq şey yoxdur. Parmağımızı su istəyirdik, dedik su vermirdilər. Gətirirlər su istəyən adama bir sənə tək qorxurduq ki, su istəyəndə eləyirlər. Gətirirlər putulkanı ağzımıza soxurdular, belə basırdılar, beləcə putulkanı eləyirlər. Ciyərimiz zad elə bir partlayır da, yəni deyirdik su istəyən, deyirdik hə. Gətirdi ağzını aç, ağzımızı açırdıq, putulkanı belə basırdı ağzımıza, suyu beləcənə, belə vururdu adamın orqanına, adam boğulurdu da. Bir də çıxardırdı, yəni onun dərindən su da istəyə bilmirdi. Su istəməyə, yəni yerimiz yox idi, istəmirdik. Bilirdik ki, işgəncə verəcəklər, suyu zadı verməyəcəklər, ancaq boğacaqlar bizi suyuna. Apardılar, boş qansıda başımızı salırdılar, danış, yəni işgəncə növlərindən. Sonra kravatası da bağlayırdılar, o qədər əllərimizə qol, nə bilim, cinsi orqanımıza tok verirdilər, qolumuza tok, əlimizə tok, yəni gəlirlər, bağlayırdılar, bizə başlayırlar tok verməyə. O qədər tok vermişlər, o qədər nəmdən bir-iki dəfə özümdən getdim. Apardılar məni qospitala. Qospital deyilən bir yer deyirlər. Orada da bir dənə otaqdır, eşim yoxdur, bir-iki dənə mesestra. Onlar da adamı döyə-döyə eləyirlər. Mesestra var. Hə. Onlar niyə? Mesestra deyəndə, yəni oğlan şeylərdir, sanitarlar. Onlar da onlar da adamı döyə-döyə onlara çatdırdılar ki, vətən xainidir bunlar. Bunlar təsdiqlənibdir, vətən xainidir. Onlar da bizi başlayırlar döyə-döyə, bu da sistem zat qoşur. Ailən kimi bir də gətirirlər həmin yerə, davay, boyundan al, nə bilim, sana tam komandin erməni işləyib, bölük komandin erməni işləyib. Belə-belə, deyirəm, yox da, nə ola bilməzdir, nə eləyəcək? Başlayırlar işgəncə verməyə, bir də həmin vəziyyət, bir də aparırlar mənə hospitala, o dedikləri yerə. Orada biraz gələyən kimi deyək ki, gedəcək müstəntiqin yanında deyərsən ki, işləyibdir, mənim yanında olur. Bizdən də qabaq birinci bizim bölükdən aparıblar, tam komandiri var imiş, bir dənə tam komandiri Verdiyev Muğam, leytinant. Onu aparıblar, onu o qədər işgəncə... Verdiyev nə? Muğam. Bilmirəm, təzə gəlmişdi, o da leytinant kursuna təzə gəlmişdi. O nə oldu? Onu aparıblar birinci şeyə, danışdırmağa. Danışanda o, deyirlər ki, sən əskər apar verməniyə satırsan. O qədər işgəncə verirlər ki, axırda deyir ki, hə, aparmışam da, ölümcül vəziyyətdə neçə dəfələrlə gəlibdir, deyib, aparmışam. Aparıb satmışam, pulunu almışam, deyib, pulunu edibsən, davay ad ver.
Deyib pulunu aparmışam, bölük komandiri Xəllov Elvin var idi, baş leytenant bizdə. Deyib ona vermişəm pulumu. Ona vermişəm, onunla bölmüş də, ona dollar olaraq vermişəm, o aparıb Xırdaliyev güya gətiribdi, yarı bölmüşük. Ondan sonra bu yazıq Xəllov Elvini aparıblar ora, buna işgəncə, nə bilim nə, bunları aparıb, biz gedəndə bunların hamısını aparıb, deyə tullamışdılar. Bizə də briqadanın zampati gəlirdi, bu haqda məlumat verirdi. Briqadanın zampati gəlirdi, bu haqda məlumat... Zampati kimdir? Yadımdan çıxıb valla onun da adı, briqadanın zampatinin. O gəlirdi, o haqda məlumat verir. Briqadanın zampati, bir də briqadanın qərargah rəisi, Niftəliyev idi, səhv eləmirəmsə, briqadanın qərargah rəisinin, mayor Niftəliyev idi o vaxt. Gəlirdi, məlumat verir ki, sizin o şu tayyip komandasında xəbəriniz var, əskər aparıb satırmış, nə gəlirdi, bizə məlumat verirdi, hələ biz yəni xidmət aparan vaxt. Bu barədə məlumatlar verirdi, deyir ki, Satif duyur, gətirib pulun, nə bilim, bölübdü şeylə, bölük komandından, bölük komandı Xırdaliyev gətirib belə bölübdü. Ondan sonra bizim bölük başladılar, hamısını aparmağa ora. Nətər, yalnız sənin xəbərin yoxdur, nə bilim, sizin bölük komandiri belə işləyib, nə bilim, tamam. Deyirəm, yox da bizim bölüklə, onların olduğu yerlə, bizim olduğumuz yerdə haradasa bir ən azından 5-6 kilometr məsafə var da, biz elə münasib postdur, onlar incəsən o yüzden xidmət edir. Aydındır, amma sən hansı xəsarətləri aldın ki, səni qospitala aparası olurlar? Mənə o qədər tok verdilər, yəni özümdən getdim, yəni tok verdilər, rezil şlakla döydülər. Haralarına tok verirlər? Tok verəndə cinsi orqanından verirlər, baş parmağımdan doluyurdular ya toku, ya əl parmağımdan verirdilər. Bədənimi suluyurdular, məsəl üçün, yağ kessin deyə. Gətirirlər, bədənimi cırırdılar, iki telimi açırdılar, bədənimi cırırdılar. Başlayırdılar, bədənimi yaşlayırdılar, sonra başlayırdılar tok verirlər ki, yaxşı qoy kessin. Yəni, başqa tokdan başqa nə edirlər? Tokdan başqa parmağımı, bu parmağımı kəlbətinin arasına qoydular, sıxdılar. Parmağımı bağırdım. Sonra ayaq parmağım var, ayaq parmağımı kəlbətinin arasına soxdular. Pis günə düşmüş də yeriyə bilmiyor. Qoluma o qədər şey eləmişdilər, döşən vurmuşlar. Qolum işləmirdi. Qolum sonradan gələndən sonra yavaş-yavaş başladı özünə dirçəlməyə yəni. Nə qədər işgəncə altında qaldın? Mən 23 gün orada qaldım. Haradasa bir 7-8 gün dayanmadan işgəncə verdilər. Ondan sonra nəsə işgəncəni ləğv elədilər. Yəni yuxarıdan xəbər gəldi ki, daha yəni eləməyin, nə qədər bir öldürürsünüz hamısını.